Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlıqla yenidən qarşınızdayım. Quru sərhədlərin açılmasına bağlı təcili bir məlumat qarşıma çıxdı. İstədim bunu sizinlə də bölüşüm. Siz də öz növbənizdə bu videonu bəyənib paylaşın ki, çox insan bundan xəbərdar olsun. Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür. Bəs görəsən, yaxın müddətdə Azərbaycanda quru sərhədlərin açılması mümkündürmü? Bu baş verərsə hansı şərtlərlə həyata keçirilə bilər? Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Baku WS saytının suallarını cavablandırıb. Deputat bildirib ki, mərhələli olaraq Gürcüstan və Türkiyə sərhədlərinin açılması məqsədə uyğundur. Nazirlər Kabineti tərəfindən bu istiqamətdə mütəmadi qiymətləndirmə aparılır. Məqsəd qəbul edilən qərarların Azərbaycanın təhlükəsizliyinə təsirləri müəyyənləşdirməkdir. Bu qərarlar qəbul edilən zaman birmənalı şəkildə Azərbaycanın və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi nəzərə alınır. Yeni dönəmdə bizim təklifimiz ondan ibarətdir ki, quru sərhədlərin mərhələli şəkildə açılması məsələsinə baxılsın. Xüsusən də qonşu Gürcüstan Azərbaycan arasında strateji münasibətləri var. Bu kontekstdə mərhələli olaraq Gürcüstan və Türkiyə sərhədlərinin açılması məqsədə uyğundur, deyə deputat bildirib. Xatırladım ki, Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən qüvvəyə minib. Həmin ilin aprel ayından etibarən isə ölkənin quru sərhədləri bağlanıb. Hazırda pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilsə də, quru sərhədlər artıq 5 ildir ki, bağlı qalmaqdadır. Görək, heç olmasa Türkiyə və Gürcüstana quru sərhədlər açılacaqmı? Bəs siz bu barədə nə düşünürsünüz, əziz izləyicilər? Quru sərhədlər tezliklə açıla bilərmi? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada səhifəmə abunə olmağı da unutmayın.